Değerli izleyiciler, Kitabdan Miras YouTube kanalımıza abone olmağı ve videonu beğenmeyi unutmayın. Ben yalnız onu bilirəm ki, heç nə bilmirəm. Hakimdə 4 zəruri keyfiyyət olmalıdır. O, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Əlini ağdan qaraya vurmayan adamı heç göylər də varlı edə bilməz. Aclıq qidaya ən yaxşı ədviyyatdır. Nəfsə hakimlik böyük bir ölkəyə hakimlik qədər çətin və vacibdir. Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdur. Əgər həyat yoldaşınız yaxşı olacaqsa, xoşbəxt olacaqsınız. Pis olsa, filosof. Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik. Dost olmağa tələsməyin. Amma dost oldunuzsa, bu dostluğa xəyanət etməyin. Bugünün israfçısı sabahın dilənçisidir. Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. Əgər bəladan qaçmaq mümkündürsə, onda nədən narazısan? Yox, əgər o qaçılmazdırsa, onda şikayətlənməkdən nə fayda? Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır. Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. Bütün gizlinlər gec-tez aşkar olur. Fəzilət ruhun gözəlliyidir. Kainatda təsadüfə rast gəlinməz. Ən fəzilətli insan ruhən yüksəlməyə çalışan, ən xoşbəxt insan da yüksəldiyini eşidəndir.